Herkese salam. Bugün üzümə baxım edəcəm. İstədim ki, etdiyim baxımların hər birinin faydalarını sizlərlə də bölüşüm. İlk öncə saçımı yığıram ki, maska bulaşmasın. Və gördüyünüz kimi maskanı üzümə tətbiq etməyə hazırlaşıram. Və bu maskanın adı Red Dragon Bubble Effect Kill maskasıdır. Bunun faydaları qızlar, istəyirəm ki, belə aydın şəkildə danışım bunun haqqında. Qırmızı gil qan dövranını aktivləşdirir, dərini oksigenlə zənginləşdirir, vitaminləşdirir. Yəni tərkibi bol multivitaminlərlə zəngindir. Bu maska lifting effekti yaradır, dərini daha dartılmış göstərir. Kollagen tərkiblidir, qara nöqtə, yağlılıq və kir qatını azaldır. Kollagen istehsalını stimullaşdırır, üzə parlaqlıq verir. Yəni indi üzümə tətbiq etdikdən sonra sizə göstərəcəm. Maska köpürən maskadır və yuduqdan sonra, yəni üzdəki effektini görəcəksiniz, necə üzə parlaqlıq verir. Yəni belə gördüyünüz kimi zaten köpürməyə başlayır maska. Baxın qızlar, sizə daha yaxından göstərmək istədim belə. Yuduqdan sonra gördüyünüz kimi üzüm belə ağardı, parlamağa başladı. Bu maska isə qızlar gördüyünüz kimi ekrandakı Moss Extract Bubble Effect Kill maskasıdır. Yəni bunun faydaları isə köpüklənən formul məsamələrini dərindən təmizləyir, yağ balansını yumşaq şəkildə tənzimləyir, yosun ekstraktı iltihabı azaldır, dərini sakitləşdirir, həssas, yağlı və məsaməli dəri üçün uyğundur. Yəni, əgər sizdə məsaməli dəriniz varsa, yağlı, həssas dəriniz varsa, yəni bu maska tam da sizə uyğun maskadır. Və 5 dəqiqə ərzində saxlamağınız yetərlidir qızlar. Və vaxtın keçmək üçün şokolad yeyirəm burada. Və qızlar, az öncə qırmızı maskanı tətbiq etdikdə bolluca çəkmişdim. Və üzdə artıqlıq elədi o. Yəni, nazik təbəqə çəkməyiniz belə yetərlidir. Yenidən görürsünüz ki, üzümdəki canlanmanı, parlaqlığı, bu məhsullardan istifadə etməyi sizə də məsləhət görürəm.